Qanun layihəsinin 12.13-cü maddəsinə əlavə edilən yeni müddəaya əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsil verənlər üçün geyimlə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur. Həmin tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur. Hazırda dövlət ümumi təhsil müəssisələrində təhsil alanlar üçün vahid geyim formaları tətbiq edilir. Bu baxımdan qanun layihəsinə əlavə edilən yeni 24.2.2-1-ci maddəyə əsasən təhsil alanların geyim forması ilə bağlı müəyyən olmuş tələblərə riayət edilməsinin valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifəsi kimi müəyyənləşdirilməsi təklif olunur. Bizim təhsil sahəmizdə, ümumiyyətlə məktəblərimizdə əsas vəzifələrimizdən biri nizam-intizamın artırılmasıdır, məktəb mühitinin gücləndirilməsidir və hesab edirəm ki, bu dəyişikliklərdə həmin nizam-intizam qaydalarının da belə deyək, tətbiq olunması, vahid yanaşmanın həm şagirdlərə qarşı, həm müəllimlərə qarşı vahid yanaşmanın tətbiqi mümkün olacaq. Belə ki, bu dəyişikliklərin məqsədi ümumi təhsil müəssisələrində təhsil mühitinin gücləndirilməsidir, geyimlə bağlı vahid yanaşmanın hüquqi çərçivəsinin formalaşdırılmasıdır, hüquqi bazanın yaradılmasıdır, məktəb daxili nizam-intizamın dəstəklənməsidir və gücləndirilməsidir. Yəni, burada söhbət ondan gedir ki, nə qədər vahid yanaşma olarsa, şagirdlər arasında disiplina, nizam-intizam da artmış olar və məktəb mühiti də bundan qazanmış olar. Digər tərəfdən bu dəyişikliklər təhsil alanlar tərəfindən artıq müəyyən edilmiş geyim tələblərinin riayət olunmasına əks etdirir, amma digər tərəfdən isə təhsil verənlər üçün də müəyyən yeni qanunverici baza yaradır. Halbuki keçmişdə bu maddə olmayıb, bu əlavə olunur. Bu dəyişikliklər təhsil müəssisələrində vahid yanaşmanın tətbiqini üçün tədris prosesinə diqqəti yönəldir, kollektiv məsuliyyət, kollektiv məktəb kimliyi formalaşdırır, bu hissləri yaradır və sosial-iqtisadi fərqlərin qarşısını almağa imkan verir, eyni zamanda ayrı-seçkilik risklərini də azaltmağa imkan verir. Yəni, həm müəllimlər, həm şagirdlər tərəfindən korporativ mədəniyyətin yaradılmasına da imkan yaradır və bu da, belə deyək, geyimin qiymətinə, dəbinə, müəyyən o dəyişmə tezliyinə də marağı azaldır.